Hazırda Milli Məclisdə müzakirə olunan və bir neçə oxunuşda da qəbul olunan qanun layihəsinə görə çoxuşaqlı analar demək vaxtından 5 il tez 65 yaşda yox, 60 yaşda pensiya çıxmaq imkanına malik olacaqlar. Amma məsələ burasındadır ki, Azərbaycanda çoxuşaqlı ana statusu, çoxuşaqlı ailə statusu elə qəbul edilib ki, o statusa çox az bir qism əhali aid olur. Məsələn, hazırda Azərbaycanda 5 uşaqlı ailə çoxuşaqlı ailə sayılır. Azərbaycanı tam gəzsəniz bir uzaq başı 200-300 belə çoxuşaqlı ailə tapa bilərsiniz. Həmin ailələrdən də hələ ananın 60 yaşına çatıb çatmayacağı sual altındadır. Ona görə də mən hesab edirəm ki, Azərbaycanda çoxuşaqlı ailə statusu dəyişməlidir. Ölkədə 3 uşağı olan ailələr çoxuşaqlı ailələr sayılmalıdır. Bugün orta statistik Azərbaycan ailəsi 4 nəfərdən ibarətdir. 2 valideyn, 2 də uşaq. 3 uşağı olan çox az ailələr var. Amma 5 uşağı, 4-5 uşağı olan nadir ailələr var. Digər bir maddə ondan ibarətdir ki, özəl pensiya fondları yaradılır. Özəl pensiya fondlarında özünü sığortalayan əhaliyə 5 il daha tez pensiya çıxmaq imkanı yaradılır. Bu da özəl pensiya fondlarının müştərilərinin genişləndirilməsi üçün bir stimul yaradırlar ki, əhali o özəl pensiya fondlarında da öz gələcəklərini sığortalasınlar. Yəni bizə Əmək və Əhalinin Sosial Müdafiə Fondu yanında Dövlət Sosial Müdafiə Fondu pensiya verirdisə, onlara artıq o özəl pensiya fondları pensiya verəcək. O halda vətəndaş 60 yaşında pensiya çıxa biləcək.